أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد اللهم صل على محمد وآل محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أما بعد يا عباد الله أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهيه. Xoşgörülü aziz, değerli müminə bacılar ve mümin kardeşlerim, bugün cümədir, cüməmiz mübarək olsun inşallah. Cümədə cəm olduğumuz kimi Allah Teala bizləri öz cənnətində, öz evində cəm eləsin. Hər zaman olduğu kimi ilk öncə özümü və sonra sizləri ilahi təqvaya riayət eləməyə dəvət eləyirəm. Allahın əmrində möhkəm olaq, Allahın halalını halal, haramını özümüz üçün və gələcək nəslimiz üçün əbədi haram bilək. Bugün təbii ki, mövzumuz və xütbəmiz artıq hər kəsə bəllidir ki, sayılı günlər qaldı Qurban Bayramına, Ərəfə günü və bu mübarək günlər bizi hər zaman ruhumuzu, özümüzü yeniliyir, təzəliyir. Necə köhnə paltar bayram günlərində, Novruz bayramında geyindiyimiz o libaslar təzələnir, çirklidirsə yuyulur, yuyulmayan atılır və yeni bir əlbisə geyilir. O insanın vizual görüntüsün, qiyafəsini gözəlləşdirir. Ruhun da təmizliyi və geyinməsi var və bu müqəddəs səfər ayı ilə bağlı sizlərlə bölüşmək istəyirəm. Və yeganə olaraq Quran-ı Kərimdə surələrin adları çoxdur. Hər bir surənin özünə məxsus olan adları var. Bir də surə, bütövlükdə Surətül Həcc belə bir surə var. Yəni həccin qaydaları, qanunları, ritualları və ayinləri artıq oxuyan oxuyub, ziyarət edən edib, olmayanlara da Allah Teala inayət və lütf eləsin. Azərbaycanımızdan və dünyanın ölkələrindən, müxtəlif ölkələrindən həcc missiyasını yerinə yetirmək üçün səfər edibdilər. Azərbaycandan da yüzlər insan səfər edib və edir. İnşallah o səfərləri də Allah mübarək etsin inşallah. Həcc sadəcə bir səfər deyil. İnsanın öz nəfsi, həyatı və Allahla münasibəti üzərində yenidən düşünməsidir. İnsan hər həccə getdiyi zaman insan nəfsi ilə danışır, özü ilə danışır, içi ilə danışır və Allahla münasibətini yeniləyir, Allahla münasibətini təzəliyir. Amma hər il həcc olduğumuz zaman Allahın dünyaya və insanlara verdiyi mesajlar var. Mən istəyirəm bunu bir müasir dünyada izah eləyəm, müasir dünyanın təhlili ilə izah eləyəm. Yəni artıq bugün həcc dediyimiz zaman köhnələrdə qalmamalıdır. Köhnə düşüncələrdə formalaşmamalıdır ki, həm bir adam getdi həccə, gəldi, bitdi məsələ, xeyr. Bunun həm
dünyavi təsirləri var, həm də eyni zamanda insanlara dərin və aktual düşündürücü məsələlər var. Mən bunu bir neçə kateqoriya ayırmışam. Həccin həm dünyəvi, həm də insanlara xatırladacaq mesajlarını mən sizlərlə bölüşmək istəyirəm. Birinci nədir? Birinci, həccə gedən insanlar bərabərlik mesajı var orada, bərabərlik. Nə deməkdir bu bərabərlik? Siz bilirsiniz ki, həccə gedən insanlar hamı eyni libası geyir. Onun adı nədir? İhram. Eyni libası geyir, eyni libasa, ihrama bürünür. Amma lütfən xahiş edirəm ki, fikirlərimə diqqət edin və təbii ki, ola bilər ki, fikir ayrılığı olmuş ola bilər, insan ola bilər biraz da diqqətsiz olsun. Bir saatdan sonra da hər cümə xütbəsi YouTube kanalımıza oturur. Onu da evdə geniş şəkildə, rahat şəkildə düşünüb qulaq asa bilərsiniz. Qeyd etdiyim kimi, insan həcdə eyni libası, yəni ihrama bürünür. Varlı kasıb. Rəhbər fəhlə. Ağ və qara. Fərqi yoxdur ki, bütün bu şeylər hamısı aradan qalxır. Bu müasir dünyaya belə çatdırır ki, belə deyir ki, ey insanlar, insanın dəyəri kresloda deyil, vəzifədə deyil, 10.000 manatlıq kostyum giyməkdə deyil. İnsanın dəyəri sərvətində deyil. Bəs nədədir? O ihram, əynimizə giydiyimiz və əynlərinə giydiyi o libas, büründüyü libas nə sərvətdən xəbər verir, nə vəzifədən, nə puldan, nə şöhrətdən, nədən xəbər verir? Təqvadan. Deməli, bizə anladır ki, insan təqvalı olmalıdır. Bir gün ata minirsənsə, atdan düşəcəksən. 4 mərtəbəli evdə oturursansa, düşəcəksən. Ən bahalı maşına oturursansa, düşəcəksən. Nələrə sahib olacaqsansa, əlindən çıxacaq. İnnə əkrəməkum indəllah ətqakum. Allah yanında ən hörmətliniz təqvalıdır. Yəni, Allahı sevir, Allahdan qorxur, Allahın halal haramını bilir. Bu şablon cümlə deyil ki, mən hər zaman cümə xütbələrində deyirəm ki, özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Bu boş söz deyil, ha? Bu sözü Həzrət Əli deyib. Mən buna cəsarətim yoxdur bu sözü deyəm. Peyğəmbər dediyim mənim cəsarətim, ləyaqətim yoxdur bu sözü deyəm. Amma xütbənin qaydaları belədir ki, mən onu gərək deyəm. Amma bu sözü deyəndə mən utanıram. Özümdən utanıram. Özümü və sonra sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Yəni, ilahi təqvaya bürünmək bütün dünyanın sərvətinə bürünməkdən əfsəldir. Bugünkü dünyamızda insanlar nəyin peşindədir? Nəyin ardınca gedir? Marka, brend şalvar olmalıdır, brend kostyum olmalıdır, brend. Marka deyirlər də ona. Bugünkü dünyada insanlar statusun ardınca qaçır. Və şöhrət uğrunda yarışırlar. Amma həcc bilirsiniz nə bizə xatırladır? Həcc bizə xatırladır ki, ey insan, öz həqiqi kimliyini xatırla. Həcc bizə öz həqiqi kimliyimizi xatırladır.
Deməli, bizim dostlarımızdan biri, adını çəkmirəm, indi o qardaşlardan burada var. Deməli, biz bir dəfə Məkkədə idik, neçə il bundan öncə. Deməli, etaplar vardı, gəldik, çıxdıq Müzdəlifiyə, şeytana daş yığılan yer. Mən özüm də yorulmuşdum. İndi kim ki desə, mən dünya çempionuyam, yorulmur, yalan deyir. Yorulur. Kərbəla Ərbəyin ziyarətinə gedən adamlar 2 ay, 3 ay mən görürəm, məşq eləyir, gedir yolda qalır. 40 kilometr gidəndən sonra dayanır. Hər gün idman zalında məşq eləyir, amma o 100 kilometr gedə bilmir 2 günə, 3 günə. 80 yaşında kişi eşqin təsir altında gedir, o cavan oğlandan da tez çıxır. Görmüsünüz də Ərbəyinə gedən adamlar var, 2 ayağı yoxdur. Əlil araba, fiziki qüsurludur da, araba ilə gedir, o eşqin təcəllasıdır. Yorulmuşuq, şeytana daş atılan yerdə, hamımız indi uzanmışıq torpağın üstünə, torpaqdır da, qumdur, dağ, dərə. Gördüm bir kərəmlik mənə deyir, Hacı Surxay, səsi də yorulub, dedi Hacı Surxay, mənim Lexusum hanı? Lexus maşını sürürdü. Dedi, bəs mənim Lexusum hanı? Mənim şoferim hanı? Bəs mən düşünürdüm ki, indi mən torpağın üzərində üzürəm. Torpağın üstündə yatıram. Dedim ki, qardaş, görürsən həcc adamı nə günə qoyur? Deməli, sənin kimliyi sənə anladı. Sənə başa salır ki, qutardı da bitdi. Lexus yox ha, Maybach da minsən, əgər həccə gəlsən, o torpağın üstündəsən. Kim olursansa ol. Markan, statusun, vəzifən, evin, eşiyin, hamısı oradasan. Orada bütün insanlar bərabərdir. Yəni, sənin orada şan şöhrətin olmayacaq. Heç görmüsünüz ki, bir adam gedib həccə, desinlər ki, ay filan general, ay hacı general, orada hacı general, orada hamısı hacıdır. Hacı general yoxdur orada. Hacıdır hamısı. Həcc, hamısan bir-birini hacı deyir, tanıdın, tanımadın. İndi sən orada deyinək ki, mən filan rütbə sahibim, deyir, gid işinlə məşğul ol. Sənin burada nə 3 nömrən işləyir, nə 4 nömrən. Və mindiyi maşınlar da qaldı ölkədə. Bunu biraz bayağı, bəsit, sadə danışıram ki, bunu hər kim həzm eləyə bilsin. İkinci mesaj, həccin mesajı. Bu birlik mesajıdır. Birlik mesajı nədir? Milyonlarla insan, həcdə görmüsünüz də 10 min, 8 min, daha doğrusu 10 milyon, 5 milyon, 8 milyon, milyonlarla insan dillərindən asılı olmayaraq, ağdəri, qaradəri, fərqi yoxdur. Sən onun dilini bilmirsən, o da sənin dilini bilmir. Amma eyni zikr eləyirik. Avustraliyadan gələn həci, o da la ilahə illallah deyir. İngiltərədən də, Londondan da, Fransadan da, Azərbaycandan da gələn dillər fərqli olsa da, amma zikirlər eynidir. Eyni dillərdə danışırlar. Eyni zikri deyirlər. Eyni istiqamətə yönəlirlər. Bilirsiniz bunun mənası nədir? Bu parçalanmış dünyaya böyük mesaj verilir, o milyonlarla insanların mesajı. İnsanlıq irq, millət və sərhəd deyil. Ortaq mənəviyyat birləşdirə bilən bir dəyərdir. La ilahə illallah bizim ortaq dəyərimizdir. Şükür olsun Allaha ki, indi bu son illərdə sünni və şiə yığışdı. Daha mən yorulmuşdum. Mən yorulmuşdum, bezmişdim və artıq ifrat dərəcədə özümə deyirdim, axı bu hara gedib çıxacaq? Sən şiyəsən, mən sünniyəm, mən sünniyəm, sən şiyə. Qardaş, nə fərqi var? Ortaq dəyər var. La ilahə illallah bayraq altındayıq biz. Nə sünni, nə şiyə,
Dünya nəyin dalıcan gedirsən, düşünürsən, hə sən əli bağlı qıldın, mən açıq qıldım. Nə dəyişəcək? Səni nə dəyişdirir? Səni təqva dəyişdirir, səni iman dəyişdirir, səni la ilahə illallah zikri dəyişdirəcək. Bəsit, sadə dillər insanı anlatmalıdır. Biz nə qədər məzhəbçi olacağıq? Hara gedəcək bu məzhəbçilik? Bu məktəb hara qədər gedəcək? Artıq bunun bir həddi var, bir sonu var. Məkkə, həc bizi birləşdirən, Quran bizi birləşdirən, Əhl-i Beyt bizi ortaq məxrəc dəyər olaraq birləşdirir. Quran, Peyğəmbər, Əhl-i Beyt, müqəddəslər bizi dəyərlər üzərində biz işi qurmalıyıq. Cılız məqsədlər üçün yox. Üçüncü mesaj nədir? Ehram geyinən insan dünyanın faniliyini hiss eləyir. Ehram bilirsiniz nədir? Əslində ehram öz dilimizdə anlatsaq kəfəndir. Vəssalam. Kəfəni xatırladır. İnsan anlayır ki, bir gün hər şey geridə qalacaq. Bir gün geridə qalacaq. Ən bahalı ətir vur. Ən bahalı, bilmirəm indi 10 mindir, 20 mindir ətirlər var, 80 minə də var. Ən bahalı kostyumlar da giyin. Elə ki, qəbrə qoydular. Ən doğman sənin qəbri açandan sonra sənin heç doğman yaxınıma gələ bilməyəcək o qoxudan. Heç xatırlayırsınızmı bunu? Heç bunu xatırlayırıq. Ən sənin ölərəm, atasız qala bilmərəm deyənlər 2 gün qəbrə qoyulandan sonra torpaq açılsa, əgər şəriət ona icazə vermiş olarsa, qaçacaqlar, burunlarını tutub qaçacaqlar. Sənə orada dost olan ilan əqrəb olacaq, qurdquşlar olacaq. Bəzən insanlar var, yazıqlığım gəlir insanlar, elə yeriyir, elə bilirsən ki, dünyada bu əbədi qalacaq. Bir əyil, ayağın altına bax. Bax gör, səndən öncəkilər torpağın altındadılar. Əynivə kəfən geyirsən hər gün, libas kəfəndir. Ehram kəfəndir. Hər şey geridə qalacaq. Vəzifə, sərvət, şan, şöhrət qalacaq olan birisi nə olacaq? Yalnız əməl, yalnız bizim etdiyimiz yaxşılıqlar və vicdan. Mənim otağımda 12 dənə fəxri fərman var. Hələ mən çoxunu asmamışam. Allah da şahiddir. Hacı Çingiz hər dəfə otağıma girəndə elə bilirəm ki, son girişimdir. Çıxdığım zaman deyirəm, son çıxıram bu otaqdan. Və mənim üçün o fəxri diplomlar, filanlar, mənim üçün Allah şahid olsun ki, sadəcə bir görüntüdür. İnanın bunu mən tam səmimi deyirəm. Çünki mənim çiynimdə əba, əlim dəst namazıdır, bir neçə dəqiqədən sonra namaza başlayacaq. Məni dünyada onlar təəccübləndirə bilməz. Məni dünyada pul, para, vəzifə, şan, şöhrət təəccübləndirə bilməz. Və mənim 58 yaşım var. Bundan sonra məni nə təəccübləndirə bilər? Məni bundan sonra təəccübləndirər, deyərlər ki, Hacı Surxay gecə namazı qılan idi. Hacı Surxay sübh namazı qılan idi. Məsələn, bizim içimizdə mən adlarını çəkmirəm, hələ bayaqlar adını qeyd etdiyim. İllərlə mən ona yaxşı mənada həsəd aparıram, gecə namazı qılır. İllərlə gecə namazı qılır. Özüm xahiş edirəm, deyirəm, Hacı, mənə də gecə namazında dua elə. Bax, bizim içimizdə belə kişilər var, insanlar var, adamlar var. Bəlkə də dünyamızın qorunmasında sizi kimi insanların o gecə namazının və səccadədə tökdüyünüz göz yaşların bərəkətidir. Bu səbəbdən həcc insana ölümü qorxu kimi deyil, bu sözü xahiş edirəm, yadda saxlayın. Bu səbəbdən həcc insana ölümü qorxu kimi deyil,
oyanış kimi göstərir. İnsan oyanmalıdır. Və son dördünü də deyim, indi yəqin ki, yenə də vaxtımız olacaqdır növbəti cümələrdə danışmaq üçün. Bir də şeytana daş atmaq. Bunu da qoy mən deyim və fikrimi də bu ilə tamamlayayım, çox danışmayacağım. Şeytana daş atmaq cəmarat deyirlər orada, cəmarat. Daş atmaq. Bu sadəcə ritual deyil. Daş atırsan şeytana. Allahım sənə xatır şeytana daş atın. Böyük şeytan, kiçik şeytan, orta şeytan. Daş atıram. Bu günün adamına anladır ki, şəhvətə yoxdur. O daşı atırsan ha. O daşı şeytana atma. Şəhvətvə at. Şəhvətvə yoxdur. Harama yoxdur. Uşaq ölümünə yoxdur. Nəfsin diktəsinə qarşı çıx. Oturub uşaq öldürür, cinayətkar, qatil deyir ki, belə də olmalıdır. Bir insanın qəlbinə dəyməyin nə qədər günahı və cinayəti var. Sənin minillər namazın, ibadətin bir insanın qəlbinə dəydi, bitdi. Nəinki insan qatili. Əsl şeytan bəzən insanın içindəki təkəbbür, həsəd və acgözlüydür. Biz buna görə şeytana daş atırıq. Təkəbbürümüzə yox deyirik, nəfsimizə yox deyirik. Müasir insan üçün ən böyük mesaj bugünkü insanların problemini, amma əslində öz qəlbini tapır, özün tapır. Ona görə çalışaq, dünyamızdan yaxşı istifadə edək. Bugün bizim üçün fürsətdir, bu fürsətdən qənimət bilək. Cümələri boş buraxmayaq. İnsanlığımızı, diqqətimizi boş buraxmayaq. Bax, artıq 27-si inşallah yenə də öncədən elan edəcəyik əziz cümə möminləri Qurban bayramı ilə bağlı. Və burada hər il olduğu kimi Qurban bayramı namaz qılınır. Sonra müəyyən adamlar burada ola bilər, biri qurban kəsir, biri ehsan eləyir. Çəkinmədən, mən indidən deyirəm, qurbanlarınız varsa kəsin, gətirin. Burada insanlar var, qapıya gəlir. Bəlkə hərəsinə bir 200 qram ətdən versə, göndərsə, o evində bişirdiyi o ətlər nə qədər sizə fayda verəcək? İl boyu adam var, hələ çörək yeyir, ət yeyir falan, ən gözəli. Nə olar, ildə bir dəfə 300 manatı ayır. Burada hər kəsə mən mesaj verirəm. 300 manatı ayır deyilən Allah, bunu mən verirəm, ayırıram Allah üçün. Gör sənin pulva bərəkət gələcək ya yox, ömrüvə bərəkət gələcək ya yox, balalarına bərəkət gələcək ya yox. Keçən cümə bir dostumuz hələ bizlə oturmuşdu, adını çəkmirəm, xoşlamıram da. Bir nəfərin ehtiyacı var idi, çıxartdı 100 manat pul verdi bizə və o 100 manat elə yerə getdi. İnanın, mən sizə tam səmimi deyirəm, mən deyərdim ki, bəlkə də bir neçə əməllər qəbul olunlar, biri də o pulu biz o adama hissə verəndə müxtəlif adamları göz yaşı biri tökdü. Dedi ki, Allah bunu əvəzin versin. O bilmirəm, mən verdim, Həsən verdi, Hüseyin verdi, kim verdi? Yox. Nə olar? Biraz mehriban olaq. Nə olar? Biraz səmimi olaq. Və fikrimi tamamlayıram. Bizim o bursa tərəfimizdə bizim bacılarımız var da, analar. Mən monitorda bayaqları səs eşidirdim və çöldə də səs eşidirdim. Gördüm bir anamız, mən o ananı neçə ildir bura gəlir namaza, bir çöhrəli, bir gözəl bir anadır, nurlu bir anadır. Gördüm bir xanım ondan dəstəmaz, indi qəribdir də gəlib soruşur. O qədər ona sevgi ilə mənim balam bu dəstəmazxanadır, bura məscid namaz qılan xanımları yeri. İnanın, mən bugün özümə borc bildim, dedim o anıya təşəkkür edeyim. Bizim burada elə gözəl analarımız var ki, onlar bizə nur verir, ruhumuza işıq verir. Allah analarımızı qorusun, ölənlərə rəhmət eləsin. Bəzən mən görmüşəm kişilərin içində, bəylərin içində bir adam dəstəmazxananı soruşur. Allah sənə qram, 100 qram, 200 dildi də verib. Belə eləyir, belə. Nə olub? Davaya gəlmişsən bura. Müharibəyə gəlmişsən. Səndən dəstəmazxana soruşursa, qəribdirsə ehtiram elə, yol göstər. Nə olar, əlindən tut, gətir. Qoy onun zəkasında, zehnində qalsın ki, insanlıq hələ ölməyib. Bax, burada sizə mən bunu sonda demək istəyirəm ki, bir-birinizə şəfqət göstərin. Ehtiyaclı olan insanların yanında olun.
dövlətinizi sevin, bayrağınızı sevin, ölkənizi sevin, insanlığı sevin, ailənizi sevin, yaxınlarınızı sevin, dəyər verin bir-birinizə. Nə yaxşı cümə var ki, biz bir-birimizi görürük. Səmimiyyətimizi artıraq, ömür çox qısadır, ömür bitir. Bir şey qalmayıb ömrə. Eşidirsən ki, filan kəs 40 yaşında yatdı, durmadı. Filan kəs avtomobil qəzasında Allah qorusun, öldü. Filan kəs belə oldu. Ömür qısadır, qardaşlar, qoruyun özünüzü. Mən narahatam, bəzi qardaşlar məscidə gəlmir cümə məscidinə, cümə namazına. Və tək bura deyil, başqa yerə də getmirlər. Nə olar? Lütfən gəlin. Sizin yerləriniz boş qalanda narahat oluram mən. Bir qardaş kimi narahat oluram. Yəni, şeytanlar hər zaman bizim içimizdə var. Allah Muhammed Ali Muhammedin xatirinə bu birliyimizi, bərabərliyimizi qorusun. Allah dövlətimizi, ölkəmizi qorusun. Bayrağımızı dünya bayraqları içində uca eləsin. Dünya müsəlmanlarını qorusun. Xəstələrimizə şəfa versin. Bizim bir respublikamızın da dəyərli ağsaqqalı Elbay müəllim, biz ona dua edirik. Allah onun inşallah işlərinə, ömrünə, həyatına, yaşayışına bərəkət əta eləsin. Balaların ailəsini qorusun. Yüzlərlə, minlərlə insanlar bizdən dua istəyib. Allah Muhammed Ali Muhammedin xatirinə mənim bacım, əzizim, hər zaman sizin dualarınızın bərəkətindən bu gündə o həmən insanlar, onun övladı da buradadır. Mənim əziz qardaşım, hacı qardaşım da buradadır. Bizim anamızdır. Allah anamıza da inşallah acil şəfalar versin. Mən elə hacılara, elə oğullara minnətdaram ki, analarını göz bəbəyi kimi qoruyurlar. Varını, dövlətini sərf eləyirlər onlar üçün. Edin, nə qədər edirsinizsə azdır. Anadan tapılmaz, puldan tapılar, sərvətdən tapılar, mülkdən tapılar. Bunlar Allah'ın, amma ana getsə gəlməz. Bir də görüşümüz qaldı qiyamətə. Ona görə anaların, valideynlərin, ataların qədrini bilin. Allah analarımızı da qorusun. Allah bütün xəstələrə acil şəfalar versin. Şəhidlərimizin ruhlarını şad eləsin. Allah birliyimizi, bərabərliyimizi qorusun. Kafirə, zalıma, fasiqə, alçağa, şərəfsizə fürsət verməsin. Allah bizi yaltaqlar, alçaqlar, şərəfsizlər sırasında etməsin. Allah bizi Peyğəmbər və onun ailəsindən şəhidlər və onun siddiqlərin, dostların sırasından ayrı salmasın inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samad, lam yelid və lam yulad və lam yekul lahu kufuven ahad. Ölənlərimizin ruhlarını salavatla yad eləyək.